OX soxu istiqamətində hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamandan asılılığı istənilir. Yəni Vx-in T-dən asılılığını çəkmək lazımdır. T1 anı və T2 anı. Göründüyü kimi OX soxu istiqamətdə olduğu üçün hərəkətimizdə V-miz müsbət götürürük. Və buradan da bildiyimiz kimi qüvvə F bərabərdir MA-dır. Yəni təcillə özünü düz mütənasib aparır. Yəni sürətin işarəsi ilə qüvvənin işarəsi eyni olur. Əgər buradan fikir verirsə, təcil və qüvvə müsbətdir işarəcə və təcil də əgər müsbətdirsə, hər ikisi müsbət olduqda bildiyimiz kimi hərəkətimiz yeyinləşən, bərabər yeyinləşən olur və odur ki, buradan T1 anına qədər bərabər yeyinləşən çəkirik. Daha sonra isə gördüyümüz kimi qüvvəmiz sıfırdır. Yəni bu o deməkdir ki, əvəzləyici qüvvəmiz sıfırdırsa, təcilimiz də sıfırdır və təcilin sıfır olduğu hərəkət düz xəttli bərabər sürətli hərəkətdir və burada sürət nə qiymət, nə də istiqamətcə dəyişmir və biz buradan sürəti sabit çəkirik.